bu yox deməyin həmişə bir bədəli olub. Yox deməyin bədəlini yox deyənlər ödəyiblər. Ya canları ilə, ya malları ilə, ya qanları ilə ödəyiblər. İbrahim əleyhissalam yox dedi, ateşə atıldı. Həzrəti Musa əleyhissalam yox dedi, Misri tərk eləmək məcburiyyətində qaldı. Yusuf əleyhissalam yox dedi, zindana atıldı, zindana atıldı. Həzrəti Muhammed sallallahu aleyhi və səlləm gəldilər Peyğəmbərimizə dedilər ki, bu dediyindən əl çək, bu iddiadan əl çək. Peyğəmbərlik iddia edirsən, bundan əl çək. Əgər əl çəksən, mal da sənin, mülk də sənin, məqam da sənin, liderlik də sənin, ən gözəl qızlarımızı da sənə verəcək, Kəbənin açarlarını da sənə verəcək, hər şey sənin ixtiyarındadır. Amma bu iddiadan əl çək, demə Peyğəmbərəm. Bizim ata-babalarımızın dediyi dindən bizi uzaqlaşdırma. Peyğəmbər nə dedi? Peyğəmbər dedi, lə, yəni yox. Yox dedi Peyğəmbərimiz. Davamında nə dedi? Sağ əlimə günəşi, sol əlimə ayı versəniz, yenə iddiamdan əl çəkmərəm, yenə yolumdan dönmərəm. Mömin də bu cür nə olmalıdır? O sırat-ı müstəqimdə bu cür davamlı olmalıdır, bu cür əzimkar olmalıdır. Nəinki mömin kəsim, dindar kəsim etdiyi günahı təmizə çıxarmaq üçün bahanə axtarmalıdır.